çıxır ortalığa. Və o qızılı sözü ki, biz qədimdə qırmızı deməmişik, qızılı demişik və al demişik. Al demiş. Al qırmızı sözündə də o qalıbdır. Məsəl üçün demirlər, bir al qanına boyanır. Bəli, qarğış eləyirlər, al qanına boyanasan. Yəni o al orada, yəni qızıl qanına Qızılı qan, al qanına boyanasan. Bu mənada rənglər böyük bir dəryadır. Mən özəlliklə gənclərə, gənc tədqiqatçılara məsləhət verərdim ki, bu türk dilində rənglər işləsinlər. İndi biz o qızılı, qırmızı, al rəngindən biraz çıxış eləməliyik ki, gələk buna qızıl başa çıxar. Nə üçün bu dedim? Məsələn, qam sufi sistemi birləşdi və təsəvvür edin, Xürrəmi sistemi ortaya çıxdı. Və mən bir şey son vaxtlar izləyirəm ki, baxın, Babək hərəkatında da Azərbaycan məsələsi var. Fəzl qiyamında da, hürufilikdə də. Sonda isə gəlib qızılbaşlıq Şah İsmaildə də. O zaman heç kəsə mənsub olmayanı Şah İsmail ortaya qoydu. Nə özündən əvvəl, nə özündən sonra kimsəyə mənsub olmayan ona qismət oldu. Sırf qam sufi sistemi əsasında qoyulan bir imperiya, dövlət yarandı. Amma nə üçün irəli gedirəm? Ona irəli gedim ki, mən həmin qam sufi sistemin hesabına Xürrəmilər 20 ildən artıq döyüşdülər. Siz təsəvvür edin, güclü bir ideoloji olmadan Abbasi səltənətinə qarşı dayanmaq 500 min əskər itirdi Abbasilər. 500 min əskər itirdikdən sonra demək olar ki, çöküşü sürətləndi. Və bu baxımdan hesab edirəm ki, əslində Xürrəminin özü yenidən işlənməlidir. Nə üçün işlənməlidir? Xürrəmi ideoloji bir sistem kimi ortaya qoyulmalıdır ki, Xürrəmlik sisteminin kökündə yenə də türkmən din anlayışı dayanırdı. Və bu baxımdan sərhədlərə baxın, Xorasandan tutmuş Dərbəndə qədər böyük bir ərazidə böyük bir Azərbaycan belə deyək dövləti yaradıldı. Və sistem də yenə deyəm, həmin türkmən din anlayışı idi. Dilavər bəy, o hərəkatın rəng simvolu nə idi? Qırmızı. Yəni, qırmızı, deməli, Xürrəmlərdə o azadlıq, savaş, müstəqillik uğrunda savaş simvolunun rəngidir. Bugün də bizim bayrağımızda ortada o qızıl rəngdir. Dünən də, yəni qızılbaşlıqdan söhbət eləyəcəyik, qızılbaşların papağında o rəngdir. Və bugün də... Əslində, İslamın rəngi yaşıldır, qaradır. Və bugün də Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının simvolu, qəbul elədiyi bayraq qırmızıdır. Genetikdir. Bunu mən bu bayraq söhbəti gedəndə mən bu söhbətə qarışmadım, bilə-bilə. Gözlürdüm ki, görüm xalq özü hansı rəngi seçəcək. O vaxt, bəli. Elə ki, elan elədilər ki, Azərbaycanın bugünkü Milli Azadlıq Hərəkatının bayrağı qırmızı, yəni al, qızılı rəngdir, mənə ləzzət elədi. Niyə? Çünki mən bu keçmiş bilirdim. Yəni bu xalqın qan yaddaşında, gen yaddaşında var. Axırı bu rəngi gəlib çıxacaq. Gəlib çıxacaq. Genetik ya. Bax, Petrişevski yazır ki, Xürrəmilər Babək hərəkatı yatırılandan sonra 60 ildə davam elədi. Və sonradan bunu izləyir. Necə izləyir? Bunlar hara getdi? İzləyə-izləyə gəlib çıxır hürufilərə. Sonra isə izləyə-izləyə gəlib hamısı qoşuldu qızılbaşlara, həmin dövrə. Fikir verirsiniz necə gəlir? Elə bir xətt üzrə gəlir və Azərbaycan, belə deyək, qam sufi sistemində özünə məxsus 3 nəhəng, deyək ki, inqilabi bir hərəkat qoyub ki, onun biri Xürrəmilərdir, biri hürufilikdir, o biri isə qızılbaşlıqdır. Və bunların əsas amacı siyasi idi. İstər hürufiliyi götürək, istər fəzli götürək, istərsə də götürək, Şah İsmail Xətani götürək. Və bu nə üçün gələm? Oradan gələn istiqamətin həmin o istiqamətə gəlib çıxıram. Mən bu yerdə fəzlin çox maraqlı bir deyimi ilə rastlaşdım. Nə idi bu deyim? Cavidannamədən deməli misaldır. Deyir, zatımı Təbrizdə kəşf etdim. Zatımı. Çünki orada bir şey var ki, Fəzl gəlir cavandır. Təbrizdə 3 gün 3 gecə özündən gedir, bayılır
və Təbrizdə o 3 gündən sonra ayılandan sonra ona ilahi vəhlər gəlir. Və deyir, zatımı Təbrizdə kəşf etdim, vəhdətin günəsi ilk kəz deyir Azərbaycandadır. Vəhdətin günəsi ilk kəz Azərbaycan. Çünki bura deyir, Peyğəmbərlərin və elmişlər yazır, yəni vilayətlərin vətənidir. Bilirsiniz bu nə deməkdir? Doğrudan da dərindən düşünürsən, Azərbaycan vəhdətdir.